Salam, əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Dinamikanın növbəti suallarının izahında sizlərlə bir yerdəyik. 1993-cü il Naxçıvanda keçirilmiş qəbul imtahanı A variantı. Başlayırıq suallara. 3 bölünsün 0,1, üstəgəl 0,2 bölünsün 0,4, çıxılsın 1,2 bölünsün 0,112. Ən asan yolumuz, vergüldən sonra bir ədəd var, burada isə heç nə yoxdur. Bura bir sıfır atıb bunu silirik, yəni sürət və məxrəc ona vurulur. Burada 2 rəqəm var, burada bir dənə sıfır yazıb bərabərləşdiririk, sonra bunları silirik. Yəni sürət və məxrəc 100-ə vurulur. Burada 3 dənədir, ona görə 2 dənə sıfır yazıb bərabərləşdiririk və bunları silirik. Bu da sürət və məxrəcin 1000-ə vurulduğunu göstərir. 30 böl 1, 30 eləyir. 20 böl 4 qalır, 5 eləyir. 1200-ü 12-yə böləndə 100 eləyir. Yəni 35 çıxılsın 100, mənfi 65 D variantı. İkinci sualdan devam edirik. Bildiyiniz kimi 4 2-nin kvadratıdır. Bunu belə yazıram ki, kvadratlar fərqinə görə. 10 5 vur 2-dir. Yəni içərisində 5 vuruğu var. Kvadratlar fərqini gördüyüm üçün 2 çıx x, 2 üstəgəl x şəklində ayırıram. Burada isə 5-i ortaq vuruq gördüyüm üçün bunu atıram kənara. 2 üstəgəl x-lar gedir. Qalır 2 çıx x bölünsün 5. Yəni düzgün cavab A variantıdır. Üçüncü sualla devam edirik. 55 ədədi 220 ədədinin neçə faizidir? 55-i böldürürük 220-yə, vururuq 100-ə. Əvvəlki videolarda da qeyd etdiyimiz kimi A ədədi B-nin neçə faizidir deyəndə birinci gələn surətdə, ikinci gələn məxrəcdə olur. İxtisar gedir 55-ə 4, 100-ü 4-ə böldük 25. Deməli, düzgün cavab C variantı 25. Dördüncü sual. İki düz xəttin kəsişməsindən bir qarşılıqlı bucaqlar əmələ gəlir, bir də qonşu bucaqlar əmələ gəlir. Biri o birindən 20 dərəcə böyükdürsə, təbii ki, bunlar qarşılıqlı bucaqlar bərabər ola bilməz, çünki qarşılıqlı bucaqlar bərabərdir. O zaman qonşu bucaqların cəmi 180 dərəcəyə bərabər olacaq. 2x bərabərdir 20-ni ora atanda çıxılır 160, x bərabərdir 80 dərəcə. 180-dən də 80 çıxanda böyüyü olur 100 dərəcə. Ən kiçiyini soruşduğuna görə düzgün cavab A variantı. 5-ci suala baxırıq. 3x bölünsün 4 bərabərdir 4 bölünsün 5. Tənasübün kənar hədlərinin hasili 15x. Orta hədlərinin hasilinə bərabərdir. 16-nı bölürük 15-ə. Bir dəfə yerləşir, bir də qalır surətdə. Düzgün cavab 1,15-də 1-dir. 6-cı sualla devam edirik. Baxın, kök altda 21 çıxılsın, kök altda 6, kök altda 21 üstəgəl, kök altda 6. Bu bizə A çıx B, A üstəgəl B müxtəsərini verir. Birincinin kvadratı çıxılsın, ikincinin kvadratı. Kvadrat kökü aparır 21, kvadrat kökü aparır 6. 21-dən 6 çıxırıq. Düzgün cavab 15-dir. B variantı. 7-ci sualla devam edirik. 16 vurulsun, sinus 105-i icazənizlə 90 dərəcə üstəgəl 15 dərəcə yazıram. Çıxılsın, sinus kvadratı 15 dərəcə. Niyə belə yazdım? Çünki 90 plus minusda ad dəyişəcək, kosinus kvadratı olacaq 15. Burada həm kvadrat var deyə işarəndə əhəmiyyət olmur. Həm də ki, sinus 105 ikinci rübdə onsuz da müsbətdir. Çıxılsın sinus kvadratı 15 dərəcə. Burada istifadə olunan düstur kosinus 2 alfanın düsturudur. Kosinus kvadratı alfa, çıxılsın sinus kvadratı alfa. Baxın, kimdə yoxsa qeyd edib götürə bilər. Yəni, kosinusun 2 qat düsturudur. Buradakı bucaq 2 qatı olur. Və siz də yaxşı bilirsiniz ki, kosinus 30-da kök altda 3 bölünsün, 2 alır. Bununla bu gedir 8. Bu deyəcək 8 kök altda 3. Deməli, düzgün cavab A variantı olacaqdır. 8-ci sualla devam edirik. Tangens alfanı 12-də 5 verib.
Birinci rübdürsə, onsuz da hamısı müsbətdir. Kosinüs alfanın iki üsulunu tapa bilərik. Birinci üsulumuz, çox üzr istəyirəm. Bircə dəqiqə bunu qaytaraq geriyə. Dinamika. Aha. Birinci üsulumuz düstur usuludur. Birinci üsulumuz düstur usuludur. Biz bilirik ki, 1 üstəgəl tangens kvadratı alfa bərabərdir 1 bölünsün kosinüs kvadratı alfa. Sadəcə burada yerinə qoyacaq. 1 üstəgəl tangens kvadratı 144'də 25 bərabərdir 1 bölünsün kosinüs kvadratı alfa. 144'də çarpaz vurub toplayanda 169 edir. 1 bölünsün kosinüs kvadratı alfa. Daha sonra kosinüs kvadratı alfa bərabər olur. Bax, çevirdik axı. Ona görə 144 yuxarı, 169 aşağı düşür. Buradan da kök alanda kosinüs alfa bərabər olacaq 13'də 12. Birinci rübdə deyən müsbət. Düzgün cavab 13'də 12 olacaqdır. İndi ikinci üsul nədir? Birinci üsul hazır bizə verilmiş əsas eyniliklərdən istifadə edərək yazırıq. İkinci üsul üçbucaq metodudur. Üçbucaq metodu nədir? Hər hansı bir alfa bucağı seçilir. Mənə onsuz da birinci rübdə deyə işarə məhdudiyyəti olmayanda, mənfi müsbət arasında seçimdə qalmayanda bu üsuluna yaza bilərik. Tangens nə deməkdir? Qarşıdakı katetin bitişik katetə nisbəti. 5'in 12'ye nisbəti. Düzdürmü? Hətta siz ən düzgünü bunların yanında k da yaza bilərsiniz. Buradan Pifagora görə çıxır 13k. İndi məndən kosinüs alfanı soruşur. Kosinüs alfa nədir? Bitişik katetin nəyə nisbəti? Hipoya nisbəti. Yəni, nəzəriyyədən istifadə edərək də üçbucaq qaydası ilə D variantını tapa bilərsiniz. Sizə necə rahatdırsa. Davam edirik 9-cu sualla icazənizlə. Bax, 6'nı 2 vur 3 şəklində yazıram. Üstündə 2'də 1. 3 üstündə mənfi 2'də 1. Vurulsun 2 üstündə 2,5. 2'də 5 deməkdir də. Yəni 10'da 25 deyil. 5'ə ixtisar aparıb 2'də 5 yazırsam. İndi bu qüvvət hər ikisinə aiddir. 2 üstü 2'də 1 vurulsun 3 üstü 2'də 1. Vur 3 üstü mənfi 2'də 1. Vurulsun 2 üstü 2'də 5. Əsaslar eynidirsə, vurulan zaman qüvvətlər toplanılır. 2'də 1 ilə 2'də 5 eləyir 2'də 6. Yəni 3. 3 üstü 2'də 1 çıx 2'də 1. Bu 2'nin kubu eləyəcək. Bu da 3 üstü 0 eləyəcək. 2'nin kubu 8'dir. 3 üstü 0 1'dir. 8'i 1'ə düzgün cavab 8'dir. Keçirik 10-cu suala əziz şagirdlər. Baxın, birincisi Q-yu tapa bilərəm. B2 bölünsün B1 var. B2'nin yerinə 54, B1'in yerinə 162 var. Bunları ixtisar aparanda məncə 3'də 1'i alırıq. 7-ci hədd, N-ci hədd həndəsi silsilədə bu düsturla tapılır uşaqlar. Yəni B7 bərabərdir. B1 vur 2 üstü 7 çıx 1, 6. Onda B1'im 162'dir. Bu da 1 bölünsün 3 üstü 6. 3 üstü 6, 3 üstü 6, 81 vur 9'dur da. Diqqətlə baxın. 3 üstü 6, yəni 3 üstü 4 vurulsun, 3 üstü 2 kimi düşündüm. Düzmü yazdım? 81 ilə bu gedəcək 2, bu da eləyəcək 9'da 2. Yəni, axtardığımız düzgün cavab A variantı 9'da 2. 11-ci sual sadə bərabərsizlik. 5 çıxılsın 3x kiçikdir 17. Mənfi 3x kiçikdir. 5'i bu tərəfə atanda çıx 5 olur. 17'dən 5 çıxanda 12 olur. Mənfiyə böldüyümüz üçün mənfi 4. Mənfi 4'dən böyük nə deməkdir? Mənfi 4 müsbət sonsuzluq. Baxırıq 12-ci suala. Kubun həcmi A kubu düsturu ilə hesablanır və bunu 125 verir. Deməli, bunun tiri 5'dir da. 5'in kubu 125'dir. Tam səthinin sahəsi dediyinə görə tam səthinin sahəsi 6A kvadratıdır. 6'nı vururuq 5'in kvadratına. 6 vur 5'in kvadratı 25 eləyir. Bu da eləyəcək 150. Deməli, düzgün cavab Y variantı olacaqdır.
13-cü sualla davam edirik. Baxın, A-nı 35 veribsə, onda söykəndiyi qövs 70-dir, 2 qatıdır və mərkəzi bucaq da 70 olacaqdır. B OC-ni soruşur. Düzgün cavab 70 olacaqdır. 14-cü sualla davam edirik. Biz əvvəlki videolarda da sistemli gedirsinizsə izahında verdik ki, əgər əsas eynidirsə, A-dan X, belə yazaq, A-dan Y, o zaman əsas eyni saxlanılır, A. Bunlar vurulur, ortada toplama varsa, çıxma varsa bölünür. Toplama olduğuna görə bunları bir-birinə vurub elci 100 alırlar. Yəni 4-ü 25-ə vuranda. Bu 10 əsasından 100 deməkdir axı. Həqiqətən də 10-un kvadratı 100-dür. Yəni A variantında doğru yazıblar. B variantında baxın, həmişə sıfırları sayın. 5 dənə sıfır var, cavabı 5 yazıb. Deməli, bu da doğrudur. Belə misallarda isə elcidə sıfırdan sonranı sayıb qabağına mənfi atmaq doğrudur. Ən ideal yoldur. Burada bu da düzgündür. 35-i böləndə elci 10 alınır. Elci 10 loqaritm 10-dan 10 deməkdir. Bu da eləyəcək 1. Burada problem buradadır. Çünki siz görürsünüz ki, elci 12-ni 2-yə böləndə elci 6 eləməlidir. Yəni 10 əsasından 6 1 eləməlidir. Ona görə Y variantı düzgün deyil. 15-ci misalla davam edirik icazənizlə. Baxın, bu tənlikdə ən kiçiyini mötərizə xaricine çıxardıram. 3 üstü 3 vurulanda qüvvətlər toplanılır. 3 üstü 2. 3 üstü 1. Özün çıxartdığım üçün 1. Bərabərdir 81-də 40. Bu eləyəcək 3-ün kubu 27. 9, 3, bu da 1. 81-də 40. Bu da eləyəcək deməli 10, 37. Üstünə də 3 gəndə 40. Bərabərdir 40, bu da 81. Hər tərəfli 40-a böldük. 3 üstü x bərabərdir. 81 3 üstü 4-dür. Məxrəcdə də deyə mənfi. Əsaslar eynidir. Atılır. Deməli, axtardığımız x mənfi 4 imiş. 16-cı sualla davam edirik əziz şagirdlər. Baxın, loqaritm 0,3 5 üstə gəl 2x bərabərdir 1. Bu hissə olduğu kimi qalır və həmişə əsasın gəlir qüvvətinə. 2x qalır, 5-i o tərəfə atıram, çıx 5. Daha sonra 2x bərabərdir mənfi 4,7. X bərabərdir 2,35 mənfisi ilə. Deməli, düzgün cavab 16-da A variantı. Burada istifadə olunan, baxın bunu demək olar, bu mövzudan 5-ci, 4-cü videoda artıq çəkirik. Baxın, bunu əzbərləyin. Loqaritmik tənlik. 17-ci sualdan davam edirik. Sinus kvadratının burada dərəcə aşağı salma düsturundan istifadə edəcəyik. Baxın, belə bir düsturu var. Deməli, 4 vurulsun, 2. Burada da 1 çıxılsın, kosinus 2x. Çıx kosinus 2x bərabərdir 5. 2. Axı bu vurulanda bir mötərizə kimi düşünülür. 2-ni 1-ə vururam 2. Çıxılsın 2 dənə kosinus 2x. Çıx kosinus 2x bərabərdir 5. Bu eləyəcək mənfi 3 kosinus 2x. 2-ni bu tərəfə atanda 5-dən 2-ni çıxıram 3. Mənfi 3-ə böləndə kosinus 2x bərabərdir 1, mənfi 1. 2x bərabərdir kosinus mənfi 1-ə xüsusi haldır. Pi üstə gəl 2 pi k'larda alır. Yəni 180-də bir də üstünə 360 misillərin gəlirik. Bunu da 2-yə bölürük. Pi bölü 2 üstə gəl pi k'lar. Bizim axtardığımız cavabdır. Yəni düzgün cavab D variantı olacaqdır. 18-ci sualla davam edirik. Baxın, 4 kök altda x çıxılsın. 8 vur 7. Burada kök altda 4-ü 2 kimi çıxardırıq. Üstə gəl 7 bərabərdir 0. Burada belə yazacaq. Çünki 2-ni 2-yə vuranda 4 eləyir. Çıx 8 vur 7. 2 kök altda x. Üstə gəl 7 bərabərdir 0.
Burada bizim t-mizi, x-imizi, məhsulumuzu bu oynayır. Yəni əslində belədir da, t desəm 8t üstə gəl 7 bərabərdir 0. Burada 7 və 1-dir viyyətə görə. Hasılı 7, cəmi 8. Ona görə 7, 2 kök altda x-i bir dəfə 1-ə bərabər eləyirəm t dediyimə. Sadəcə bunu 7 üstü 0 yazıram ki, bu 1 eləyir da. Deməli, qüvvətlər bərabərdir. Kök altda x 0-dır. X-in özü 0-dır. Bu bir cavab. Bir dəfə də 2 kök altda x-i 7-nin özünə bərabər eləyirəm. Onda deməli 2 kök altda x-in yerində 1 durub. Kök altda x-in yerinə 2-də 1 durub. X-in özü bərabərdir. Kvadrata yüksəldəndə 4-də 1. Deməli 0 və 4-də 1 bizim cavabımızdır. D variantı. Baxırıq 19-cu suala. Deməli, əziz şagirdlər, ax kvadratı üstə gəl 5x üstə gəl 4a bərabərdir 0. Tənliyin bir həlli var. Nə zaman tənliyin bir həlli var? Diskriminant 0-a bərabər olanda. Yəni 5-in kvadratı çıxılsın, 4 vurulsun a, vurulsun c. C-nin yerində bu var. Bərabərdir 0-a. 25 çıx 16a kvadratı bərabərdir 0-a. 16a kvadratı 25-dir. A kvadratı bərabərdir 25 böl 16. A bərabərdir plus minus 4, burada da 5. Bu da eləyir 1,25. Yəni düzgün cavab C variantı olmaqdadır. 20-ci sualla davam edirik. 20-ci sualda əziz şagirdlər nə yazılmaqdadır 20-ci sualda? Düzbucaqlı üçbucağın katetlərindən biri 15, hipotenusu isə o biri katetdən 9 cm böyüdür. Yəni bu şəkildədir. Buradan təbii ki, Pifagor soruçbucağın sahəsi 15-in kvadratı üstə gəl x-in kvadratı, x üstə gəl 9-un kvadratıdır. 225 üstə gəl x kvadratı, x kvadratı üstə gəl hasilinin 2 misli üstə gəl ikincinin kvadratı. X kvadratları gedir. 18x bu tərəfdə qalır, 81-i bu tərəfə atırıq. Çıx 81. Bu eləyəcək 144. X də bərabər olacaq 8. Yəni 144-ü böləcək nəyə? 18-ə. Onda bu da olacaq 17. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısıdır. Yəni 15 vur 8-in yarısı. Bununla bu gedir 4. 15-i 4-ə 60. Deməli, axtardığımız düzgün cavab 60 imiş. 21-ci sualla davam edirik. Fx bərabərdir 2-də 1. 3x kvadratı çıx 5x çıx 7-nin kvadratı. Bizə deyir, törəmə 1-i tap. Baxın, 2-yə bir məhsul kimi atdıq qabağa. Ümumi bir məhsulun kvadratı kimi baxırıq. Onda içəri olduğu kimi qalır. Qüvvəti də bir dənə azalır. Bunu da vururuq içərinin törəməsinə həmişə. 6x çıxılsın 5-ə. Bu getdi. İndi gətirib 1-i yerinə qoyuruq. 1 qoyanda 3 çıx 5, mənfi 2. 7-ni də çıxanda mənfi 9. Burada 1 qoyanda 6 çıx 5, 1 eləyəcək. Mənfi 9-u 1-ə vurduqda isə cavab mənfi 9 almaqdayıq. 22-ci sualla davam edirik. 22. 22-ci sualda biraz bunu belə eləsək necə olar? Aha, daha böyük yer qalsın. 22-ci sualda əziz şagirdlər, baxın, biz baxan kimi görürük ki, bunun köklər hasili 11-dir. Sərbəst əddə bərabərdir. Köklər cəmi isə x-in əmsalının əksinə, yəni 7-yə bərabərdir. İndi bizə deyir ki, x1 bölünsün x2 üstə gəlinsin. x2 böl x1-i tap. Ortaq məxrəc təbii ki, hasilidir. Çarpaz vuranda x1 kvadratı üstə gəl x2-nin kvadratı. Hasilin yerinə dərhal 11-i yazdım. Burada isə a kvadratı üstə gəl b kvadratı müxtəsəri var. Yəni x1 x2-nin mötərizə kvadratından 2 dənə x1 x2-ni çıxırıq.
Köklər cəmi 7-dir. Kvadratı 49 eləyir. 2 vurulsun 11. O zaman 49-dan 22 çıxanda 27 qalırmı? Bu da 2 tam 11-də 5. Yəni düzgün cavab B variantı etməkdədir. 23-cü suala baxırıq. Loqaritm 5-dən x üstə gəl. Loqaritm x-dan 25 5-in kvadratıdır. Məxrəcdədir deyə mənfi bərabərdir 1-ə. Mənfi 2 düşür qabağa. Loqaritm 5-dən x çıx 2. Loqaritm x-dan 5. 1-i də bu tərəfə atdıq. Baxın, loqaritm bu 5-dən x2 var. Bunu bir t kimi düşünürəm. T çıx 2. 2 vurulsun. Onda bunların yeri dəyişikdirsə 1 bölü t tərsi olur həmişə. Bərabərdir 0. T 0-dan fərqli bir ədəd olduğuna görə hər tərəfli t-yə vururam. T'lər gedir. 1-i vurdum t. O zaman bunu səliqə ilə yanaşı yazıram. Və vurğularına baxıram. 2 və mənfi 1. Hasili mənfi 2 edəsin. Cəmi buradakının əksi. Müsbət 1 edəsin. Həmin mən t-ni tapdım axı. Yəni bunu bir dəfə 2 tapdım. T demişdim buna. Bunu bir dəfə mənfi 1 tapdım. X bərabər olur 5 üstü mənfi 1. Yəni 5-də 1. Bu bir cavab. X bərabərdir 5-in kvadratı. Yəni 25. Bu da ikinci cavab. İndi həmin o köklərinin cəmini soruşduğu üçün 25 ilə 5-də 1-i toplayacağım uşaqlar. Eləyəcək 25 tam 5-də 1. Bu da 23-cü sual. 24-cü suala baxaq. 3 vurulsun 5 üstü x çıxılsın 2. 5 1 çıxılsın x çıxılsın 2. Üstə gəlsin neçə? 14. Səhv etmirəmsə 14'dür burada. Sonra 3 vurulsun 5 üstü x çıx 2 böyüdür. Qüvvətdə çıxma varsa biz keçmişik ki bunu bölmə kimi yazırlar. Yəni burada qüvvətlər çıxılıb. Üstə gəl 14'ü də unutmuruq. Bax bu dəfə həmin bu ifadəni bir t götürürəm. 3t 5 bölü t üstə gəl nəyə? 14'ə. T üslü funksiya olduğuna görə, yəni müsbət olduğuna görə hər tərəfli t-yə vururam. T-yə vuranda bu gedir 5 qalır. T-yə vuranda bunun yanında t var. Və bunların hamısını eyni tərəfə atıram. 3t kvadratı bu tərəfə atanda çıx 14t, çıx 5, böyüdü 0. Hər tərəfli 3-ə bölürəm. Çıx 5 bölünsün. Böyüdü 0 və çalışaq. Görək 5 və deməli mənfi 3'də 1 olarmı? Hasili mənfi 3'də 5 toplayanda isə müsbət 3'də 14. Burada məsələ nədən ibarətdir? Mən bunu hələ t kimi düşünürəm. Bu t1, t2'dir. Bax, diqqətlə qulaq asın, izah edirəm. İntervalladım, plus minusumu qoydum. T kvadratın qarşısı müsbətdir deyə. Böyüdür 0 deyəndə mənə bu aralıq lazımdır. Yenə deyirəm, mən hələ ki t-ni tapdım. İndi yaxşı, mən nəyə t demişdim? T buna demişdim. Aldım ki bundan kiçik olsun. Təbii ki bu hissə olur boş çoxlu. Çünki üslü funksiya müsbətdir, bayaq dedik. Mənfidən kiçik ola bilməz. Deməli bizim diqqətimizi çəkən 5-dən böyük olan hissəsidir. Yəni 5 müsbət sonsuzluq. Bunun da əsasları 1-dən böyük olduğuna görə üslü bərabərsizliyə görə atırıq və işarə dəyişmir. Hər iki tərəf müsbət olduğuna görə kvadrata yüksəldirik. X də böyük olur 3-dən. Çıx ki, o tərəf atırıq. Deməli, əslində bizim axtardığımız cavab 24'də A variantıdır. 3-dən müsbət sonsuzluğa qədər. Keçirik 25-ci suala. Baxın, deyir ki, diferensiyallanandır. Yəni, bunun törəməsini tapmaq mümkündür. A vur fx-in, bu funksiyanın azalan olar, hansı aralığı? Yəni, azalma aralığı lazımdır. Bir funksiyanın azalma aralığı üçün onun törəməsi kiçik bərabərdə 0 olmalıdır.
A stabil əmsaldır, olduğu kimi qalır. Bir də törəmə kiçik bərabərdir 0. İndi bunun kiçik olması üçün deməli biri mənfi, biri müsbət olmalıdır da. Mən mənfini müsbətə vuranda nə alıram? İkisinin də müsbət və ikisinin də mənfi olduğu hal ola bilməz. Amma Y variantına bax. A mənfidir, törəməsi müsbətdir. Mənfini müsbətə vuranda bəli, mənfi alınır. Keçirik 26-cı suala. Dördbucaqlının diaqonalları verilib. D1, D2. Deyir ki, təpələri bu dördbucaqlının orta nöqtələri. Baxın, burada bir dənə xüsusi qeydi unutmayın. İstənilən ixtiyari dördbucaqlının təpə nöqtələrini, üzr istəyirəm, orta nöqtələrini, tərəflərinin orta nöqtələrini birləşdirdikdə bu bəzən romba oxşaya bilər. Axı romb da paralelogramın xüsusi halıdır. Paralelogram alınır. Niyə? Çünki buradan bir dənə çəkdikdə D1-imizi bu tərəf və bu tərəf ona paralel olur və həmin üçbucaqların orta xətti olur. Yəni diaqonalların yarısı olur. Eyni zamanda buradan da bir diaqonal çəksən, bununla da bu eyni zamanda olacaq. Yəni qısaca belə yadda saxlayırsınız ki, dördbucaqlının, istənilən dördbucaqlının orta nöqtələrini birləşdirdikdə paralelogram yaranır. Ümumi belə deyirik, ümumi. Və həmin bu ortadakı orta nöqtələrini əmələ gətirib dördbucaqlının perimetr balaca yazıram, yəni içəridəki bərabər olur D1 ilə D2-nin cəminə. Yəni sadəcə 10 ilə 12-ni toplayıb 22 yazmağınız kifayətdir. Keçirik 27-ci suala. Əziz şagirdlər, baxın, təyin oblastı deyəndə ikisini ala biləcəklər nəzərdə tutulur. Birincisi bu kökün altındadır. Yəni kökün altı həmin gördüyümüz bu loqaritmik ifadə böyük bərabərdə 0 olmalıdır. İkincisi də axı bu loqaritmanın daxilindədir. Ona görə bu müsbət olmalıdır. Birincini ayrıca həll edirik. 2-də 1, 1 çıx 5x böyük bərabərdə 0. Buradakı hissə 0 ilə 1 arasında olduğuna görə azalandır. Yəni biz işarəni dəyişəcəyik. 2-də 1-in qüvvətində 0. 1 çıx 5x kiçik bərabərdir 1-dən. Mənfi 5x 1-i bu tərəf atanda 1 çıx 1 0. Mənfiyə böldüyümüz üçün 0-dan böyük. İşarə dəyişdi. İkincidə bunu ayrıca həll edəcəyik. Mənfi 5x böyüdür. O tərəf atanda mənfi 1. Mənfiyə böldüyüm üçün işarə dəyişir, mənfilər gedir. 5-də 1. Yəni 0-dan böyük gedir, amma 5-də 1-dən kiçik dediyi üçün 5-də 1-də ilişir, qalır. 0-dan 5-də 1-ə qədər 0 daxil olmaqdan. İndi baxırıq 28-ci misala. Baxın. 24 üstəgəl 10x çıxılsın x kvadratı bölünsün. X üstəgəl 1-in kvadratı kiçik bərabərdə 0. Aşağı hissə müsbətdir. Deməli, yuxarı hissə mənfi olmalıdır ki, mənfini müsbətə bölüm. Və eyni zamanda aşağı hissə mənfi 1-dən fərqli olmalıdır. Mən nə edirəm? O zaman 24 üstəgəl 10x çıxılsın x kvadratını kiçikdir 0 götürəcəm. Buranı müsbət eləmək üçün mənfiyə vururam və bütün işarələr dəyişir. Viyyətə görə tapırıq ki, bu mənfi 2 və 12-dir. Cəmi müsbət 10 eləyir, hasili mənfi 24. Ədəd oxunu çəkirik. Mənfi 2 və 12-ni qeyd edirik. İntervallara ayırıb plus minus plusumuzu qoyuruq. Yəni buranın müsbət olduğuna görə. Həm də normal kvadratikdir da. İndi bizə müsbətlər lazımdır. Axı biz bir də dedik mənfi 1 olmasın. Düzdür. Onsuz da mənfi 1 bu tərəfə düşür da. Mənfi 2-dən sağda yerləşir. Onsuz da cavablarda o daxil deyil. Yəni mənfi sonsuzluqdan mənfi 2-yə, 12-dən müsbət sonsuzluğa. 29-cu sualdan davam edirik. Kök altda x üstəgəl 7, kök altda x çıxılsın 2, bərabərdir 9. Kök altda x üstəgəl 7-ni saxlayıram. Bunu bu tərəfə atıram ki, rahatlıqla kvadrata yüksəldim. Bu tərəfə kvadrata yüksəldəndə x üstəgəl 7 alınır. Bu tərəfə kvadrata yüksəldəndə isə A çıx B-nin mötərizə kvadratıdır. Birincinin kvadratı 2 vur A vurulsun B. Üstəgəl B-nin kvadratı. Bu da x çıx 2 eləyir. O zaman x üstəgəl 7 bərabərdir. 81-dən 2 çıxıram. 79.
çıx 18 kök atdı. X çıx 2 üstəgəl x. Üstəgəl x-lar gedir. Birin o tərəfə atan kimi getdi. O zaman bunu bu tərəfə atıram. Olur müsbət 18 x çıx 2. 7-ni də o tərəfə atıram. Çıx 7. Yəni 18 kök atdı x çıx 2 72-dir. 18-ə bölünür. Qalır 4. Onda kvadrata yüksəldəndə bu 4-ü kvadrata yüksəltdim 16. Çıx 2-ni də bu tərəfə atanda toplanılır. Yəni x olur 18. Deməli, mənim axtardığım cavab Y variantı 18 olacaqdır. Keçirik 30-cu suala. Baxın, yenə 3 dənə bir ədəd var. Müsbət ədədlərdir. Bunların cəmi 21-ə bərabərdir. 21-ə bərabərdirsə, ədədi silsilə təşkil edirsə, demişdik ki, eyni məsafədə duranların ədədi ortası ortadakına bərabərdir. Onda A üstəgəl C 2B-dir. A üstəgəl B üstəgəl C-ni 21 veribsə, 2B bir dənə də B bu. 3 dənə B 21-dir. Deməli, B oldu 7. Nə gözəl. Qeyd edirik. Ortadakı 7-ymiş. Bu A-dır. 21-dən 7-ni çıxanda 14 qalır da, deməli, bax, 2 qatı. Bu da olacaq 14 çıx A. Yəni, əslində ədədlər bu şəkildəymiş ki, hesab yaxşı olsun. Birinci olduğu kimi qalır. İkincini 1 vahid artırıram 8, ikincini 20 artırıram, olur 34 çıx A. Bu artıq həndəsi silsilə təşkil edir. Həndəsi silsilədə də eyni məsafədə duranların hasili ortadakının kvadratı olur. Düzdürmü? Onda vurub açıram. 34A çıxılsın A kvadratı, 64-ü də bu tərəfə atdım. Çıx 64. Mənfiyə vururam. Çıx 34A, üstəgə 64 bərabərdir 0. İndi fikirləşək görək. Bu 32 və 2 olarmı? Hasili 64, cəmi 34. Bəli. Amma indi məsələ var. İlk əvvəl belə idi axı, mən 14-dən 32 çıxa bilmirəm. Ona görə nə edirəm? 32 kənar köçdü. A-nın yerinə 2 qoyuram. Sonra 7, sonra 14-dən 2 çıxıram, 15. Baxın. Deməli, daha doğrusu 12. 14-dən 2 çıxanda 15 aradan alınır. 12. 5-5 artıb da ədədi silsilə olanda. İndi həmin ədədlərin hansını istəyir? 2 vur, 7 vur, 12. 7 qalır, 12-ni 2-yə 24. 140, o da 28, 168. Düzgün cavab hansı variant olmalıdır? Deməli, C variantı olmalıdır. Davam edirik. 31-ci sualdan. 31-ci sualda nə deyir? Baxın. Bir hal var. Ya bir üstü istənilən ədəd olsun 1. Ya da istənilən ədədin qüvvətində 0 olsun ki 1 versin. Ona görə bir dəfə aşağıdakını 1-ə bərabər edirik. X çıx 2 bir dəfə 1-ə, x çıx 2 bir dəfə mənfi 1-ə bərabər olur. Onda x bərabər olur 3-ə, x də bərabər olur üstəgəl 2, yəni x bərabər olur 1-ə. İndi bu kənar kökdür. Niyə? Çünki məxrəc x çıx 1-dir. 1 qoysam 0 olar. Birincidən tapdım. Keçirəm ikinci hala baxmağa. Deməli, qüvvət 0 imiş. X kvadratı çıx 8x üstəgəl 12-dir, səhv eləmirəmsə. Bölünsün x çıx 1 bərabərdir 0. Kəsr 0-a bərabərdirsə, deməli, surət 0-a bərabərdir. Onda bu da 6 və 2 olur. Hasili 12, cəmi 8. İndi burada da 2-ni götürmürük. Çünki 2 qoyanda bura 0 olur. Axı 0 üstündə hər nə isə bu necə gəlib 1-ə bərabər ola bilər? Həm 2-ni qoyanda bu da 0 olur da. 0 üstü 0 1 eləmir. Ona görə də buradan sadəcə 6-nı götürürük. İndi bizə köklər cəmi dediyinə görə həmin o 3-nin 6-nı toplayacaq, eləyəcək 9. 32-ci sualdan davam edirik. Tam səthinin sahəsi, silindrin tam səthinin sahəsi 2pi RH üstəgəl 2 dənə pi r kvadratıdır. Bunu veriblər 24 pi. Buradan 2 pi r-i çıxardıram. Qalır h üstəgəlsin r. Bu olur 24 pi. Pi'lər gedir. R vurulsun h üstəgəl r. 2-yə də 24-ü böləndə edir 12. Yəni RH üstəgəl r kvadratı 12-dir.
RH bərabərdir 12 çıx R kvadratına, H da bərabərdir 12 çıx R kvadratın R-ə bölürük. Niyə H tapdıq? Çünki burada biz radiusu axtarırıq deyə həcmin ən böyük qiymətində. Baxın, həcmin düsturu silindirdə pi r kvadratı h deyil. Bir ifadənin ən böyük, ən kiçik qiymətindən söhbət gedirsə, biz törəməyə getməliyik. Törəməsi 0 olmalı. Çünki minimum, maksimum nöqtəsini tapıb funksiyada yerinə qoymalıyıq. Gətirirəm burada h-ı tez yerinə qoyuram. 12 çıx r kvadratı bölünsün r. Törəmə 0. R-in biri gedir, vurub açanda 12 pi r çıxılsın pi r kubu. Burada da heç nə yoxdur. Törəmə 0. Baxın, radius bizim məhsulumuz olur. Yəni törəməni bir x kimi düşünürük də. X-imiz budur. 12 pi. Buradan 3 düşür qabağa. 3 pi r kvadratı olur. Sonra 12 pi bərabər o tərəfə atıram 3 pi r kvadratı. Pi'lər gedir. 12-ni 3-ə bölürəm 4. Radius da eləyir 2. Deməli, mənim axtardığım radius 2-yə bərabərdir. 33-cü sualla davam edirik. 33-cü sualla davam edək. Biraz yaxınlaşdıraq. Aha. Deyir ki, sinus 18 çıx sinus 54 dərəcə. Bunu hesabla. Baxın, birinci bu düsturdan istifadə edəcək. Sinus alfa, sinus beta hasili 2 vurulsun sinus bucaq fərqinin yarısı, kosinus alfa üstə gəl betanın yarısı. Aydınmı? Yəni 2 vurulsun sinus bununla bunun 18 dərəcə çıx 54 dərəcənin yarısı. Bir də vurulsun kosinus 18 üstə gəl 54 dərəcənin yarısı. 2 vurulsun. Bu eləyəcək mənfi 36, yarısı mənfi 18 dərəcə. Bu da eləyəcək kosinus 72-nin yarısı 36 dərəcə. Baxın, indi məsələ nədən ibarətdir? Mənfini bu tək funksiyada atda çölə. Sinus 18 dərəcə, kosinus 36 dərəcə. Onda mən bu ifadəni kosinus 18-ə vurub, kosinus 18-ə bölürəm. 2 sinus 18, kosinus 18. Sinusun 2 qatını verirmi? Sinus 36-na. Kosinus 36 da buradadır. Mənfisi qalır. Burada kosinus 18 qalır. Mən bunu da 2-yə vurub 2-yə bölürəm. İcazənizlə. Mənfi qalır. Həmin bu hissə sinusun 2 qatı 72-ni verir. Burada da 2 bölünsün. Kosinus 18 var. Sinus 78 və kosinus 18 uşaqlar bərabərdir. Çünki cəmi 90-a bərabərdir. Yəni bunun yerinə sən sinus 72 də yaza bilərsən də o anlamda. Sadəcə olaraq burada cavab mənfi 2-də 1 qalır. Ona görə düzgün cavab mənfi 2-də 1-dir. Burada hesab kitab səhvi yoxdursa bu şəkildədir. Özünüz də yoxlayıb deyərsiniz. Burada səhv həcm yox, radiusunu soruşmalıdır. B variantı, çünki həcmin düsturu belə deyil, kublarla bağlı olur. İndi burada yəni radius soruşmalıdır. Səhvlik var. 35-ci suala baxırıq. Baxın. A, B. 3x üstə gəl 4. dx bərabərdir 5. Nə edirik? İntegralın tapanda qüvvəti 1 artırıb yaranmış qüvvətə bölürük. Ədəd olduqda isə yanına x-ini atırıq. B-dən A sərhədlərimizdir 5. Biz gətirib bir dəfə B qoyuruq. B kvadratı bölü 2 üstə gəl 4B. Çıxılsın. Bir dəfə də A qoyuruq. Kvadratı daha doğrusu üstə gələnsin 4A. Bərabərdir 5. 2-də 3B kvadratı üstə gəl 4B. Çıx 2-də 3A kvadratı çıx 4A. Bərabərdir 5-ə. Bunları bir qruplaşdırıb həm 2-də 3-ü çıxardıram. B kvadratı çıx A kvadratında B çıx A, B üstə gəl A şəklində qruplaşdırıram. Üstə gəl 4B ilə çıx 4A-dan da 4-ü çölə atıram. B çıx A qalır. Yəni vurub açanda yenə 4B çıx 4A yaranır. Sonra burada maraqlısı odur ki B çıx A
ortaq mötərizəyə çıxarılır. Birincidə 2-də 3 ilə B üstəgəl A qalır. İkincidə də sadəcə 4 qalır. B üstəgəl A-nı 6 verib. Baxın, rəngini dəyişirəm. Yəni bunun yerinə dəyişmədikcə, bunun yerinə bir dənə 6 qoyuram. 6. 6 ilə 2 gedir 3. 3-ü 3-ə vururam. 9. 9-un da üstünə 14, 4-ü gələndə eləyəcək 3. O zaman B çıxılsın A bərabər olacaq. 5 bölünsün 13. Düzgün cavab A variantı olacaqdır. Əziz dəyərli şagirdlər, kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənə qədər Allah amanında. Ümumi dinamikanın digər testləri ilə də kanalımızda yaradılmış dinamika playlistindən tanış ola bilərsiniz. Xudahafiz.